Deməli, sonra Şeyx Albani rahimehullah cavabında davam edir və islah, yəni şəri cəhətdən islah necə olur? O məsələyə toxunur. Və Şeyx rahimehullah bildirir ki, islah yolu Peyğəmbər sallallahu əleyhi və səlləm yoludur. Çünki Allah Subhanahu taala bizə bildirib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm yolundan getmək və hər bir şeyə nail olmaq üçün onun yolu qeyd olunur. Və kim başqa yolla getsə, islah yoluna, onda islah alınmayacaq. Yəni, şeyx onu demək istəyir. Və şeyx də rahimehullah dəfələrlə həmçinin sahabələrə də öyrədirdi. Həmçinin özü də qeyd edirdi ki, və ən xeyirli yol Peyğəmbər sallallahu əleyhi və səlləm, Muhammedin yoludur, sallallahu əleyhi və səlləm. Ən xeyirli yol. Necə Müslimdə və qeyrilərdə. Yəni, kim Peyğəmbər sallallahu əleyhi və səlləm söhbətinə başlayanda ümumiyyətlə xütbədə və s. həmişə hər vaxt bu sözlər qeyd olunur. Ona görə bütün müsəlmanlar, yəni müsəlmanlar dərk eləməlidirlər, bilməlidirlər ki, islah yolu bir olmalıdır. O da Peyğəmbər sallallahu əleyhi və səlləm necə edib o cür, necə o başlayıb, o cür başlamaq lazımdır. Və Peyğəmbər sallallahu əleyhi və səlləm fikir versəz, birinci və Şeyx Albani də əsas, yəni bu iki dənə məsələyə əsas toxunur. Deyir ki, bu gün müsəlmanların bu iki şeyə çox ehtiyacı var. Bu iki şey düzəlməlidir birinci. O da nədir? Tasfiyə, təmizlik. Xüsusən də daxili təmizlik. Qəlbi təmizlik, tasfiyə, bir də tərbiyə. İkisi də tərbiyə. Yəni bu iki şey düzəlməyincə, başqa şeylər düzəlməyəcək. Yəni şeyx bunu qeyd edir və dəfələrlə bunu həmişə bu qayda kimi bunu götürüb ki, tasfiyə, ümumiyyət bu saat iki şey ehtiyacı var. Tasfiyə, daxili təmizlik və tərbiyə. Və bunların da hər ikisi böyük yeri var dində və bunlar düzəlməyincə başqa şeylər düzəlməyəcək. Ona görə Şeyx rahimehullah deyir ki, o hakimləri təkfir eləməkdənsə, eləyənlərə vaxtlarını sərf etməkdənsə, hansı ki, heç bir nəticə də yoxdur. Əksinə, fitnə fəsaddan başqa bir şey deyil. Fitnə fəsaddan başqa bir şey deyil. Şeyx rahimehullah deyir ki, o gücü daxili təmizliyi, bir də tərbiyə vermək lazımdır. Çünki islah yolu budur. İslah yolu hakimləri təkfir eləmək deyil. Və sonra Şeyx rahimehullah danışır o gedən fitnələrdən, Şeyx bu bahar küfrünü görmədi şeyxlər. Lakin deyir, hələ o vaxtında olan, Məkkədə olan fitnə, Kəbənin alınması, Cüheyman cəmaatı, sonra Misirdə olan fitnələrdən bəziləri, Əlcəzairdə olan fitnələr toxunur. Deyir, bunlar islah yolu deyil. Yəni, hakimi devirmək, bəziləri başa düşür ki, hakimi devirdən islah olacaq. İslah olmur. Çünki çox vaxtda belədir, tarix də göstərir ki, hakimi devirirlər, ondan sonraki gələndə biraz cəmaat yaşayandan sonra deyir ki, əvvəlki yaxşıymış. Qayda belədir. Yəni, ona görə o Şeyx rahimehullah deyir ki, o ixvanlar, müsəlmanlar və o müsəlman qardaşlar təşkilatı, siyasi hərəkat və o siyasi hərəkatdan çıxan cürbəcür hərəkatlar, hansı ki, hamısı məqsəd hakimiyyətdir, sadəcə biri qalstukla, parlamentə girməklə, biri dəli formasıdır, insanları patlatmaqla, öldürməklə, biri ancaq təkfir eləməklə hakimləri və s. Hərisi bir üslub götürüb. Biri ancaq xilafət qurmaqla və s. və s. Lakin kök hamısının nə idi? Əleyhissalam. Hamısının kökü nədir? İxvanın müslimin. Seyyid Qutbun fikirləri. Həsən Bannanın əsasən Seyyid Qutbun fikirləri hamısı. Sadəcə biri bu üslubdan gəlir, o fikir götürür, biri başqa üslubdan və s. Ona görə deyir ki, şeyx də deyir ki, rahimehullah, Əhzab surəsi 21-ci ayə kifayətdir deyir. Deyir Allah Subhanahu buyurur ki, "Laqad kana lakum fi rasulillahi uswatun hasana." Peyğəmbər sallallahu əleyhi və səlləmdə sizin üçün gözəl nümunə var. Liman kana yarjullah, o Allah və axirət gününə ümid edənlər üçündür. İnananlar üçündür. Gözləyənlər üçündür. Onlar üçün Peyğəmbər sallallahu əleyhi və səlləmdə ibrət var. Və
Ona görə deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm necə başlayıb o cür başlamaq lazım. Deyirlər, elhamdülillah, sirə var, sirə kitabları var və biz görürük ki, Peyğəmbər sallallahu əleyhi və səlləm birinci şəxslərlə başladı, şəxsləri dəvət etməyə başladı və o müddətdə Məkkə dövründə hətta zəif vaxtlar var idi, ağır vaxtlar olurdu. Lakin sonra hicrət oldu və sonra Allah Subhanahu taala yavaş-yavaş onları elhamdülillah qaldırdı, izzətləndirdi və sonra Məkkəyə qayıtdılar. Ona görə müəllif də Şeyx Albani rahimehullah ən birinci biz cəmaatı öyrətməliyik, təlim. Yəni islah yolu belə başlayır. Çünki insanlar bilməsə bir şey eləməyəcəklər. Gələ onlara başa salasan, öyrədəsən. Və bu da vaxt istəyir. Və həmçinin Şeyx rahimehullah toxunur həmçinin tərbiyə dedik və daxili təmizliyə və ona görə deyir ki, o siyasi hərəkətlər ki var, İslam pərdəsi altında gizlənənlər, düzüm, mənə öz sözümdür, yəni hər şey, burada şeyxin sözləri deyil, şeyx sadəcə qıssa danışıb, biraz şərh verirəm özümdən. Şeyx deyir ki, rahimullah, yəni o siyasi hərəkətlər var, İslam adlarını qoyanlar, onlar bu üslubla geçsəydilər, bəlkə də nəticə olardı, islah olardı. Lakin o üslub ki, götürüblər, indiyəcən, və nə qədər insanlar ölüb, tarixə fikir verirsiniz, Seyyid Qutubdan sonra o fikirlər nə nəticələrə gətirib çıxardı? Nə qədər insanlar ölüb? Nə qədər dəvətə zərbələr deyib? Nə qədər müsəlman ölkələr zəifləyib? Və s. və s. və s. Ona görə deyir, heç bir nəticə islah yolu yoxdur. İslah yolu deyir, o cəmaatlar, o siyasi hərəkətlər, onlar deyir, Peyğəmbər sallallahu əleyhi və səlləmin yolla getməyincə islah olmayacaq. Ona görə deyir, olan başçılarından biri, bu Həsən Bannanın sözüdür. Lakin düzgün bir dənə söz deyib. O da deyir ki, şeyx deyir ki, o deyir ki, əqimu dövlətəl İslam fi qulubikum, tuqam aləkum fi ardikum. Yəni, İslam dövlətin qəlbinizdə qurun, Allah subhanət hələ sizə yer üzündə quracaq. İslam dövləti qəlbində birinci qurmaq lazımdır. Allah qurur. Yer üzündə Allah qurur. Aydındır, layiq olanda ancaq. Layiq olanda. Hər şey layiq olmaq lazımdır. Layiq deyilik ona görə. Ona görə, qardaşlar, Şeyx Rahimullah bu məsələni gətirir və birinci düzgün əqidə düzəlməlidir. Sünnə-i tabiçilik düzəlməlidir, ibadət düzəlməlidir, əxlaq düzəlməlidir. Aleyhissalam və nəticədə elhamdülillah islah yolu budur. Ona görə qıssa Şeyx Rahimullah islah yolunu bizə bəyan edir və şeyx deyir, elhamdülillah haqdır və kimsə deyəməz ki, yox, şeyx haqdır, düz deyil. O hələn başa düşməyib onda. İslah yolu budur, Peyğəmbərlər yoludur bu. Elhamdülillah heç nə artırılmayıb, azalmayıb və sonra bu birinci sualın cavabı idələm indiyəcən 5-6 dənə məclis qurduq. İnşallah hələm gəldi ikinci suala. İkinci sualda deməli Əl-Cəzairdəndir. Oradan biri deyir ki, bir kitab yazıb Əl-Cəzairli. Deyib ki, bəs özü patlatma və s. olar. Bu deyir, tərk olunmuş sünnətlərdəndir və s. Və şeyx ona cavab verir indi ikinci sualda. Allah subhanətlə bizə şifa faydalarından etsin və bizi sabit etsin.